Salam əziz dostlar. Mən bugün sizə iyun ayında kolleksiyama əlavə elədiyim oyunları haqqında qısa məlumat verəcəm. Bunlardan birincisi The Devil in Me-dir. Bu oyunun əvvəlki 3 versiyası var məndə. Dark Pictures firmasının oyunlarıdır. Bunlar igrofilmdir. Çox maraqlı oyunlardır. Mən bunu açıb oynamışam, keçmişəm. Əvvəlki versiyaları kimi maraqlıdır. Qısa və maraqlıdır. Burada demək olar ki, bu oyunda ssenarini siz özünüz yazırsınız. Əvvəlki versiyalar haqqında da başqa videolarda ətraflı məlumat verərəm. Sonra növbəti oyun Prince of Persia The Last Crow'un oyunudur. Mən Prince of Persia oyunlarını çox bəyənirəm. PlayStation 2-dən, yəni 2-də də çox həvəslə oynamışdım. Keçmişəm 3-də də. Bu oyun təzə deyil, bu ikinci əldir, amma çox yaxşı vəziyyətdə almışam. Ucuz düşdü deyə aldım. Bu oynamamışam, plandadır, oynayacağım. Sonraki oyun təzə pakovkadır bu. Call of Duty Black Ops 7-dir. Mən Call of Duty-lərin həvəskarıyam. PlayStation 2-dən, 3-dən, necə deyirlər, 4-dən Call of Duty-nin bütün seriyaları var məndə. Və bunlar haqqında da başqa videolarda hamısı haqqında məlumat verərəm. Oynamamışam, plandadır, oynayacağım. Sonraki oyun Little Nightmares 3-cü seriyasıdır. Bunun da əvvəlki 2 versiyaları var məndə. Onlar haqqında da ətraflı məlumat verərəm. Oyunu mən çox bəyənmişdim. Çox sakit. Oyunun qurtarmağını heç istəməzsiniz. Bunu da açmışam, təzə pakovkaydı. Hal-hazırda da elə bu oyunu oynayıram. Çox maraqlı oyundur, oynamaqla. Əvvəlkilərində indi bunu da oynamağı məsləhət görürəm. Sizə ətraflı məlumat verərəm bu oyunlar haqqında da başqa videolarda. Növbəti oyun Stray-dır. Necə deyirlər, mənim dilimdə desək pişiyin oyunu. Çox maraqlıdır, heç darıxdırıcı deyil. Bu oyunda ikinci əl almışam, amma yenidən heç seçilmir. Ucuz düşmüşdü, yaxşıdır. Yəni oyunu keçmişəm. Çox maraqlı oyundur. Tövsiyə edirəm oynamağı sizə. Növbəti oyun Far Cry 3 Classic Edition'dır. Mən o qədər də Far Cry həvəskarı olmasam da, amma yəni bunu aldım. Məndə Far Cry'lardan 5 var. Bu da ikinci əldir, amma yəni yenidən heç seçilmir. Bunu da oynamamışam, oynayacağım, plandadır. Növbəti oyun komiks oyunudur. Yəni bu oyun komiks səhifələri kimidir. Bu bir tipajlı 13 oyununa oxşuyur. Rick London təzə upakovkadır. Oynamamışam, oynayacağım. Yəni Rodi 13-ü bəyənmişdim, pis deyildi 13 oyunun. Növbəti oyun bu da təzə upakovka Resident Evil Revelation 2-dir. PlayStation 4-də demək olar ki, Resident Evil'lar məndə bütün versiyaları var. Bunu da hələ oynamamışam, planda da oynayacağım, pakovkadır. Yəni, Rodi Resident Evil'ları mən bəyənirəm, seriyalarını, necə deyərlər, PlayStation 2-dən başlayaraq. Yəni, Resident Evil bir tipajda həvəskarıyam, maraqlıdır, oynayıram, oynamağa məsləhət görürəm sizə. Mən Opşidə Resident Evil oyunlar haqqında PlayStation 4-də addelini xronoloji video çəkib paylaşaram, məlumat verərəm Opşi hamısı haqqında. Və Resident Evil Revelation 1-dir. Dedim, içini upakovka təzə almışam. Revelation 1-i də gördüm. Bu ikinci əldir, amma yəni yenidən heç seçilmir. Elə bunu da götürdüm zadını. Tam hələ oynamamışam. Oyunu qoşdum. O 1-2 misiya keçdim. Yəni pis deyildi. Axıra kimi keçib məlumat verirəm oyun haqqında da. Və sonuncu kolleksiyama həvəslə əlavə elədiyim oyun. Yəni bu oyunu mən çoxdan da axtarırdım. Yəni hər saat bu oyunu təzə upakovka tapmaq olmur. Oyunun qiyməti heç də elə də ucuz da deyil hal-hazırda. Yaxşı qiymətə düşdü, aldım. Ninja Gaiden oyun seriyasıdır. Master Collection. Burada Ninja Gaiden 1, 2, 3. Mən bu oyunu PlayStation 3-də oynamışdım. Yəni o vaxtında oynayanda bəyənmişdim. Hal-hazırda da yəni kolleksiya üçün hər saat tapılan disklərdən deyil. Kolleksionerlər üçün çox gözəl tapıntıdır. Bugünlük bu qədər. Maraqlı olsa ardını yenə çəkib paylaşaram sizlər üçün oyunlar haqqında.